Çıxışlarda Azərbaycan dilinin qorunması və dilçilik elminin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, ana dilimizin qloballaşma şəraitində saflığının qorunması, media və internet resurslarında ədəbi dil normalarına nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Əsas məqsəd ondan ibarət oldu ki, sarsılmaz özülə malik olan, milli mənəvi dəyərlər sistemimizin başında gələn, milli ruhumuzun bərqərar olduğu ana dilinin saflığının qorunması və bu istiqamətdə olan atılan addımlar. Bilirik ki, dövlətin siyasətinin əsas istiqamətini dil siyasəti təşkil eləyir və dilimizlə bağlı demək olar ki, dövlət strukturlarında 30-a yaxın fərman və sərəncamlar verilib, dövlət qanunları imzalanıb. Buna görə də artıq bundan sonraki dilin saflığının qorunması məsələsində bizim məqsədimiz artıq xalqın öhdəsinə düşən bir məsələdir. Biz Azərbaycan dilinin saflığının qorunması uğrunda bu mübarizədə bir olmalıyıq və bu dilin saflığının qorunması üçün isə ictimai qınaq formalaşmalıdır. Biz çalışdıq ki, bugün bu rayonda kənd cəmiyyəti ilə görüşümüzdə bu məsələləri gündəmə gətirdik. Müxtəlif istiqamətlərdə onlarla maarifləndirici söhbətlər apardıq. Vurğulanıb ki, dövlət səviyyəsində həyata keçirilən tədbirlərlə yanaşı dilimizin qorunması və inkişafında cəmiyyətimizin də üzərinə mühüm vəzifələr düşür. Xalqımız müxtəlif ictimai-siyasi formasiyalarda öz dilini göz bəbəyi kimi qoruya bilib. Bugün isə qlobal tendensiyalar, elmi və texnoloji yeniliklər bu məsələyə daha həssaslıqla yanaşmağı tələb edir. Dilimizin saflığının qorunması, yad təsirlərdən mühafizə olunması və onun zəngin imkanlarının gələcək nəsillərə ötürülməsi media nümayəndələrinin, müəllimlərin və ümumilikdə hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycan dili bizim milli sərvətimizdir. Bu dili qorumaq və gələcək nəsillərə düzgün şəkildə çatdırmaq hər bir vətəndaşın məsuliyyətidir. Xüsusilə gənclər arasında ana dilinə marağın artırılması, xarici sözlərin həddindən artıq istifadəsinin qarşısının alınması və ədəbi dil normalarının riayət olunması vacib məsələlərdəndir. Dilimizi yaşatmaq, milli kimliyimizi yaşatmaq deməkdir. Çünki dilini qoruyan xalq öz tarixini, öz mədəniyyətini və milli dəyərlərini qorumaq deməkdir. Diskussiya şəklində keçirilən seminarlar iştirakçılar tərəfindən maraqla qarşılanıb, onların sualları ətraflı cavablandırılıb.